Hoş gördük her birinizi. Bugünləri mövzu 31. Bəyanətin yeni nəşr kitabından mövzu 31 5-ci sinif. Demək uşaqlar, məsələ həllidir. Tənlik qurmaqla məsələ həlli. Məsələ həll eləyəndə ilk öncə nəyə diqqət edirsiniz? Birinci, məsələdə nə verilib? İkinci, sən nə etməlisən? Daha doğrusu səndən nə verilib, nə soruşulur? Üçüncü, sən nə etməlisən? O zaman qurmadan öncə məsələni başlaya qeydlərinizi aparmalısınız. Əgər ehtiyac varsa, yoxdursa, rahat, yüngül məsələdirsə, yəni asan məsələdirsə, direkt elə cümləni oxuyan kimi onun tənliyini, sadə tənliyini qurmaqla həll eləmək olar. Gəlin birinci məsələyə baxaq. Yazılıb ki, cəmi 416 olan toplananlardan biri digərinin 9'da 4 hissəsidir. Uşaqlar, biri digərinin 9'da 4 deyirsə, sən birinci məsələ. Nə edəcəksən? Yazırsan birinci, ikinci ədəd. Cəmi neçədir? 416. Deyir, birinci ədəd ikincinin 9'da 4 hissəsidir. Deməli, birinciyə yazarsan 4x, ikinciyə yazarsan 9x. Ən gözəl yolu. Daha x koyun, x'in 9'da 4'ünü tapın və baştan bir ədəd seçin. Bunlara lüzum yoxdur. Yaxşı? Mən də düşündüm. Hə? Mən də düşündüm. 13x bərabərdir 416'ya. X bərabərdir 416'nı bölürük 13'ə. X bərabərdir 32'ye. Birinci ədədi soruşsa 4'ü vuracaqsan 32'ye. İkinci ədədi soruşsa 9'u vuracaqsan nəyə? 32'ye. Bu da edir nə? 128. Bu da neçə eləyəcək? 270, 288. Məsələn, bu qədər rahat. Bu toplananlara tam. Üçüncü məsələ. Sakin. Üçüncü məsələ. Deyir, cəmi 855 olan iki toplananlardan biri digərinin, yenə də yazırıq 1, 2, 2 dənə toplanandan danışır. Cəmləri neçədir? 855. Və bizə deyir ki, biri digərinin 13'də 5 hissəsindən 45% azdır. Biri digərinə 13'də 5 deyirsə, biri 5x'dir, biri nədir? 13x. Biri digərinə 13'də 5 hissəsindən azdır deyir, çoxdur deyir. 45% azdır deyirsən, ona bura nə yazarsan? Çıx nə? 45. Mesela bu qədər rahat. İndi yazarsan 855, üstə gəl nə? 45 neçə eləyir? 900. 5x'den 13x'i toplayana ne kadar ediyor? 18x beraberdir 900'e. X de beraber 900 bölünsün 18'e. X de beraber neye? 50'ye. Da bir ikinci ədədləri tapmam məncə o kadar da çətin değil. Deyir ki 5 ardıcıl tek ədədin cəmi 65'dir. En büyük ədədi tapın. Uşaqlar, mən sizə demişəm ki, ardıcıl cüt ədədlər və tək ədədlər neçə artır? 2. Ardıcıl ədədlər neçə artır? 1. İndi 5 dənə ardıcıl ədəd mənə deyirsə, mən sakit, yavaş. 3, 4, 5. Düzdür? Cəmi neçədir? Bu dəqiqə deyəcəm sənə. 65. Bunların cəmi nəyə bərabərdir? 65. Bu x'dir. X də gəl nə? X de gel 4, x de gel ne? 6, x de gel ne? 8. Mən tək ədəddir. 2x yazmıram. Olsun, yox. Tək və cüt desə, siz hələ belə öyrənin. Tək və cüt desə, neçə artır? 2 artır. Təkdə də, cütdə də, yaxşı? Amma kiçiyinə həmişə nə götürürük? X götürürük. İndi bizə nə istəyir burada? Deyir ki, ən böyük ədədi tapın. Demək ki, bunu mən həll eləməliyəm də. Neçədən x görürsünüz burada? 5x üstə gəl. Bu neçə eləyir? 10, 10, 20. Bərabər nəyə? 65. 5x bərabərdir. Sakit. 45. X bərabərdir nəyə? 9'a. Onda birinci neymiş? 9. Sonra nə gəlir? 11, 13, 15. Bir də nə gəlir? 17. 5'dən oldu. Bizdən nəyi soruşur? Bizdən nəyi soruşur? Ən böyük ədədi. Ən böyük ədəd də nədir? 17. Buyurun. Mən sizin deyəcəm. Uşaqlar, 7'ni demədən öncə sizə bir söz deyim. Bu cür qurmanı tamam deyirik. 3 dənəli, 2 dənəli, 5 dənəli, lap 7 dənəli ədəddə də qurma deyirik. Amma o biraz zamanımızı da aparır. Bunun bir də pratik yolu var. Yazacaqsan 1, 2, 3, 4, 5. Cəmi neçədir? 65. Bax uşaqlar,
65'i 5'e böləcəksən sayına. Ortadakı ədədi tapacaqsan. 65'i 5'e böləndə eləyir nə? 17. Deməli, sənin ortadakı ədədin nədir? 17. Bu ədədlərdə nə olur? Neçə? 15'e bax, nə? 13 olur. 13, bağışlayın. 13. Bu ortadakı ədəd oldu nə? 13. Demək, burada neçə elədi? 13. Ortadakı ədədimiz nə oldu? 13. Bizə deyir ki, 2-2. Təkdir, cütdür dedik, nədir? 2-2. Onsuz da mən tək ədəd tapmışam da. O zaman gerisinə 2-2 nə yərəm buna? Azaldaram. Onlar nə? 11, burada 9. Burada nə olar? 15 və nə? 17. Bu çox gözəl yoldur. Sadəcə hər uşaq bunu yadda saxlaya bilmir. Bu pratik yoldur. Hə, bu rahatdır, pratik yoldur. Mən bilmirəm, sizin qrupda deyəsən demişəm bunu mən. Biraz da say çox olanda 11 ədəd, 12 ədəd, 13 ədəd ortadan bölün. Ortaya düşəni tapın. Vəssalam. Oldu? Yaxşı. Deməli uşaqlar, 20-ci məsələ üçün sizə rahat bir yol deyəcəm. Neçə? 7-ci, elə ona 20 dedim, değil mi? 7-ci məsələ. Deyir, 20 ardıcıl tək ədədin cəmi 680-dir. 20 dənə ədədi yazmağa ehtiyac yoxdur. 20'nin tən ortasını tapın, neçənci ədəd olur? Ay sağ ol, 10-cu ədəd. Bu birinci işimiz. İkinci işimiz, neçə ədəddir cəmi? 20 ədəddir. Cəmi nəyə bərabərdir? 680'ə. 680'i 20'ye bölürəm. Neçə eləyir? 34. Mənə deyib tək ədəd, düzdür mü? Amma mən nə aldım? Cüt ədəd. O yüzden üstünə 1 gələrəm, 11-ci ədədi taparam. Nəyi? 11-ci ədədim olacaq, 1 üstünə gəlsəm 35. Çünki tək ədəd deyir. Çünki tək ədəd deyir. 12-ci ədədi istəsə 37. Belə artıra bilərəm. Elədir? Geriye istəsə 9-cu ədədi istəsə nə edərəm? Çıxacam. Onda mənim 9-cu ədədim nə olacaq? 33. Ay sağ ol. 8 nə olacaq? 31. Ay sağ ol. Oldu? Bəli. O zaman sənin sualın necə idi orada? 10-cu və 11-ci. 10-cu və 11-ci nə tapdım da? 10-cu ədədim nə oldu? 30. Biri oldu 33, biri də oldu nə? 35. 35. 33'ün üstündə 35 gəlin neçə eləyir? 68. Yəni bunun üçün durub düzməyin yeri yoxdur. Oldu? 5'ten çox oldusa bu yolla gedin. Oldu mu? Deməli bizə deyir ki, 5 ardıcıl cüt natural ədəddən ilk ikisinin cəmi ardıcıl cüt dediyi üçün mən yazıram. X üstə gəl 2, x üstə gəl 4, x üstə gəl 6, x üstə gəl nə? 8. Ardıcıl cüt ədəd deyir bizə. Deyir bu ədədlərdən ilk ikisinin cəmi hansıdır? 2x üstə gəl 2. Aysən. İlk ikisinin cəmi son üçünün cəmindən son üçü hansıdır? Budur. Deməli 3x üstə gəl 18. Kiçikdir. Kiçikdir deyirsə əlbəttə ki mən görürəm bu kiçikdir də, düzdür mü? O zaman böyükdən kiçiyi nə edəcəm? Çıxacam. Yazıram 3x üstə gəl 18 çıx. 2x üstə gəl 2 bərabərdir neçəyə? 28'e. İndi gəlin işimizi görək. Və yaxud da ki, bundan 28'i çıxsan bunu alarsan. Belə də yaza bilərsən. 3x üstə gəl 18'dən 28'i çıxsan 2x plus 2'ni alarsan. Bunu da yaza bilərsən. Bunda daha rahat görərsiniz. Fərqi yoxdur. 2 dənə fənni də həll eləyərik. Birinci hissəni həll eləyək. 3x üstə gəl 18 çıxılsın. Mötərizəni açanda uşaqlar qabağının minus varsa bu işarədə nə olur? Əksinə dəyişir. Onlar 2x çıx 2 bərabərdir nəyə? 28'e. 3x çıx 2x nəyə bərabərdir? X-ə. 18 çıx 2 nəyə bərabərdir? 16. O da nəyə bərabərdir? 28'e. X də bərabərdir 28 çıx 16. X də neçədir? 12. İndi gəlin bu hissəni işləyək. İkinci hissəni işləyək. Eyni işdir. Sol və sağ tərəflərdə 3x, 2x çıxanda bir-birindən nə qalır? Tək x. 18 belə eləyək də x bərabərdir, belə yazacaq. Bu 2 sağdadır. 28'i gətirəndə bunun yanına nə olacaq? Üstə gəl 28. Üstə gəl 18 isə buraya gətirsəm nə olacaq? Çıx 18. 2 üstə gəl 28 neçə eləyir? 30. 30'dan 18 çıxanda 12. Yenə də görürsünüz eyni cavabdır. Hər iki halda.
B-nin 8-də 5 hissəsi. Uşaqlar, bax belə yazırsınız. A ədədi, B ədədi. Bayaq dedim. Birinci sürəti götürəcək, olacaq 5x. İkinci də məxrəci götürəcək, olacaq 8x. A ədədi B ədədinin 8-də 5 hissəsidir. Belə oxunur. C ədədi B-nin yarısından, B neçədir? 8x. Yarısı nədir? 4x. Yarısından 2 vahid çoxdur. Üstəgəldən 2. Sonra mənə deyir ki, belə olarsa, onda A üstəgəl, B üstəgəl C bərabərdir nəyə? 87-yə. Baxın bura. A neçədir? B neçədir? C neçədir? Məsələn, bərabər nəyə? 87-yə. Toplayırsan bunu. 12, 17x. 17. Yavaş, yavaş. 85x beraber 5. Bu qədər rahat. İndi bizə deyir, ədədləri ABC-ni tap da, bunu da tapmaq elə bir şey deyil. 5'i vurarıq 5'ə, 25. 8'i vurarıq 5'ə, 40. Bunu da vuranda 4 vur 5 üstə gəl 2, cavab 22. Bu qədər gözəl. 13-cü suala baxırıq. Deyir, 2 ədədin cəmi toplananların birindən 8 dəfə böyükdür. Uşaqlar, bir ədədə deyirəm A, bir ədədə deyirəm B, cəminə deyirəm C. Baxın suala. Deyir, 2 ədədin cəmi, bu 2 ədədin cəmi toplananların birindən 8 dəfə böyükdür. Hansı birinə istəyirsən, bir x yaz. Bunların birindən cəm 8 dəfə böyükdür. Yəni nədir? 8x. Məsələn. X-in üstünə neçə x gəlsən 8x gəlir? Məsələn. Gəl. İndi görə nədir? Deyir, bu toplananlardan biri digərindən 48 vahid çoxdur. Biri x-dir, biri 7x-dir. Yəni toplananların biri A-dır, biri də nədir? B-dir. Biri x-dir, biri 7x-dir. Deyir, bunlar bir-birindən 48 vahid çoxdur. O da 48 çıkıyor. Biri bir-birindən Sıfırım 6. bəli, böyükdən sən kiçiyi çıxmalısan ki 48 eləyəsin də. Bu qədər deyil, bunların arasında fərq var. Bu da nə eləyəcək? 6x bərabərdir 48, x bərabər 8. Vəssalam. İndi gəl yoxlayaq görə düz elədik. A-ya versək 8, versək yox, almışıq onsuz da. 7-ni də 8-ə vuran neçə eləyir? 56. 8 ilə 56-ını toplayana neçə eləyir? 60. Aa, bura baxın. 64. Biri də axı 8-dir. 64 8-dən neçə dəfə çoxdur? 8 dəfə. 64-ü 8-ə bölünə neçə eləyir? Oldu. Bir də bura bax. 56 ilə 8. Bir-biri ilə 7 dəfə fərqləri var. 7 dəfə. Biri... Ayısı. Ayısı. X 8'dir. 7 ilə 8'ə vuranda 56. Oldu. Tək ədəd verilir. 4 ardıcıl tək ədəd. Yazırıq. 1, 2, 3, 4. Tək deyəndə x, x üstə gəl 2. Tək deyəndə demin mənimə 1, 3 yaz. Olmaz. Yaxşı. Təkdə də cütdə də neçə artıq? 2, 2 artıq. Bizə deyir ki, 4 ardıcıl tək ədədin cəmi verilir. Birinci və üçüncü. Birinci və üçüncü hansıdır uşaqlar? Birinci budur, üçüncü də budur. Düzdür? Birinci və üçüncü ədədlərin cəminin 3 mislindən yazıram. X üstə gəl 4. 3 mislindən nəsə iş var. İkinci və dördüncü ədədlərin cəmi. İkinci budur. Bu da nədir? Dördüncü. Beraber. Sakin. X üstə gəl 2, üstə gəl x, üstə gəl 6. Bərabər deyil qızım. Çıxsaq. 2 mislini çıxsaq neçə alarıq? 42. Və sonra bunu həll edirik. Gəlin eləyək. X neyini? 2 üstə gəl 4, vur 3'ə, çıxılsın. 2 vurulsun. X neyini? 2x üstə gəl 8, bərabərdir nəyə? Ay sağ ol. İndi paylama qanunu eləyəcəm. Bu 3'ü burada yazsam məncə daha gözəl görərsiniz, hə? 3'ü 2x'ə vuranda neyini? 12, çıxılsın. 4 uşaqlar çıxma varsa burada bu nə olacaq? Dəyişəcək. Bunu yadda saxlayın. 2'ni 8'ə vuranda 16 bərabərdir nəyə? 42. 6x çıx 4x neyini? 2x. Bərabərdir 42. Çıxmadır üstə gəl 16. Toplamadır çıx nə?
12. Niye buraya üstteki 16 yazdı? Çünkü orada toplu çıkmadı diye. Yerin değişeni toplam olur. 2 vur 8 olmadı. 2x beraberdir 12. Bu ne kadar eləyir? 4, 48. Hə? X də nəyə bərabərdir? 24. Bəsəm. Ədədləri də belə rahat tapa bilərik. X 24'dür. Bu nədir? 26'dır. Bu nədir? 28. Bu nədir? 30.